Hava ilə bağlı Nazirlik növbəti xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Azərbaycanın rayonlarında yağıntılar intensiv olacaq. Belə ki, ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-sına keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən də Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 metr saniyə, bəzi rayonlarda isə 25-30 metr saniyəyə qədər güclənəcək. Əlverişsiz hava şəraiti qərb rayonlarında aprelin 17-si gecəyə qədər, şərq rayonlarında isə səhərə qədər davam edəcək. Ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən də dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir. Aprelin 15-dən 16-sına keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısına qədər yarımadanın bəzi yerlərində güclənəcəyi, şimşək çağacağı ehtimalı var. Bildirilib ki, aprelin 17-si gündüzə qədər şimal-qərb küləyi saniyədə 15-20 metr, arabir 23-28 metr saniyə, yarımadanın bəzi yerlərində isə arabir 35 metr saniyəyə qədər güclənəcək. Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində su basma halları istisna olunmur. Yağıntıların aprelin 17-si səhər kəsiləcəyi qeyd olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən güclü külək və intensiv yağıntılarla əlaqədar əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum şəkildə əməl etməyə çağırır. Ciddi bir təhlükə ilə üzləşdikdə isə 112 qaynar xəttə zəng edə bilərsiniz.